edecek. Ama dövüşlerde o daha güzel gelir. Bir insan özüne güvenirse, öz o kendine, öz o bir güreşçi, bir sürüde deməli yıkmaq lazımdır. Yıkmaq, güreşəndə uşaqlar hər bir halda tarifəsiyonda fərq edəndə ayaqlar çox vacib rol oynayır ki, bərəksəz olsun. Həm sənin, həm rəqibin. Sən rəqibi gəzdirirsən, o hansı tənqidəsə olmayaraq ayaqları izləməlisən, bədənlə, beyinlə onu gətirirsən öz istədiyin yerə, ayaqlar. Sonra da sinə, əllər, ayaqlar hamısını kontrolda saxlayırsan ki, sən o istədiyin priyomu bişirib nə tərəfləyəcəksən, bax, mən bedromu indi göstərəcəm, bu tərəf, göstərsən bu tərəf, bax, amma elə bil ki, bu tərəfdə fənd edəcəm. Amma, bax, gətirirsən, bir anlıq, partlayış. Sən burada ayaq izləyirsən şu an. Ayaqları itirsən, gətirsən, rəqib güləşir. Lazım olanda arxar gəlir, sənin məqsədin fənd eləməkdir. Suriyalara qulağa sürür, gətirirsən, güləşirsən, o tərəf, bir tərəf, artıq onu qıcıqlanırsan, üstünə gəlir. Gəlin. Özü üçün. Mən sadəcə partlayış və düzgün start edeyim.